Əfşarlar, deyir ki, 1735 savaşlarından sonra Osmanlılar və həmçinin 1735 müqaviləsindən sonra Rusları Azərbaycandan qovandan sonra səfərlik idarə etməsində tamamilə hakimiyyəti öz əlinə alacaqdı Nadir xan. Lakin belə deyil, vəkil kimi dövlət idarəsində artıq şah olma yolunda addımlayırdı. Bunu isə saray çevrilişi olmadan bütün əyanların razılığı əsasında eləmək istəyir. Çünki əgər saray çevrilişi edəcəyi təqdirdə əyanlar və xalqın onu qəbul etməyəcəyini ehtiyat edirdi. Buna görə də 1736-cı ildə Suqovuşan qurultayı və yaxud da Muğan qurultayı Azərbaycanda indiki Salyan bölgəsində, Arazla Kürün qovuşduğu bölgədə keçiriləcəkdir, Salyan Sabirabad bölgəsində keçirilir və bu qurultaya əsasən uzun müddətli müzakirədən sonra Nadir şah seçiləcəkdir və Səfəvi dövləti süqut edəcəkdir və Əfşarlar imperiyası yerinə yaranacaqdır. 18-ci əsrdə süqut eləməsi Səfəvləri Krım xanlığı ilə birlikdə əziyyətə keçəcək Qaradağ xanlığı ilə oxşar cəhət verəcəksiniz və həmçinin Respospolita dövlətinə oxşar cəhət verəcəksiniz və 18-ci əsrdə dedi ki, Nadir şah yeni bir dövlət olan Əfşarlar dövləti yaradacaq. Dövlət demək olar ki, tipətip Səfəvi dövlətinin quruculuğu əsasındadır, lakin bir neçə sayda islahatlar keçirəcəkdir. Birincisi, idarəçilik islahatı, hərbi islahat və vergi islahatı keçirəcək. İdarəçilik islahatında sədr-əzəm və baş vəzir vəzifələrini tamamilə ləğv edəcəkdir. Əyanları öz yaxın adamlarını təyin edəcəkdir. Vilayət hakimləri yanına xüsusi təyinatlı adamlar təyin edəcək ki, vilayət hakimləri öz başlanğıqları qarşısı alınsın. Sonra mərkəzi hakimiyyəti gücləndirəcəkdir. Bununla bərabərliyində, paralelində nə edəcəkdir? Din xadimlərinin nüfuzunu aşağı salacaqdır. Din xadimlərinin torpaqlarını müsadirə edəcəkdir, dövlət torpaq fonduna daxil edəcəkdir və onların gəlirlərini əlinə alınıb dövlət xəzinəsi yönləndirməsinə təkan verəcəkdir. Hərbi islahatlar, hərbi donanma yaratmaq istəyəcəkdir İran körfəzi və Xəzər dənizində. Bunun üçün İngiltərə, Rusiya və Hollandiya ilə danışıqlar aparacaqdır. Lakin Osmanlı müharibə bu məsələni yarımçıq qoyacaqdır. Lakin güclü hərbi dövlət yaradacaqdır, ordu yaradacaqdır. Zəmbirənçilər, bu dəvələrin üzərinə toplar qoyurlar, zəmbirənçilərdən istifadəni genişləndirəcəkdir. Həmçinin bununla bərabər də kəndlilərin orduya cəlb edəcək. Lakin kəndlilərin orduya cəlb edilməsi iqtisadiyyatı zəiflədəcəkdir. Vergi islahatı nizama salacaqdır. Vergi işini, vergilərin yığılmasının mərkəzi nəzarəti çox gücləndirəcəkdir və vergidə hər hansı bir vilayət hakimiyyəti özbaşınalığının qarşısı alınacaq və bunun üçün hətta sərt cəza tədbirlərini də həyata keçirəcəkdir. Bu dövrdə Nadir şah seçiləndə onun şahlıq belə deyək də seçilməsinə qarşı çıxan tayfalar Ziyadoğlu, 32 Kəbirli, Cavanşirlərin hamısı Qarabağ bəylərbəyliyin bunların idarəçiləri idi bunlar və tayfalardı. Bunların hamısı sürgün edilib Xorasana və Qarabağ bəylərbəyliyin tabeliyində olan Qazax Şəmşədə borc alan Gürcüstanın idarəsinə verəcəkdir. Özü isə məliklərə özü birbaşa tabidir. İnzibati islahat deyəndə ölkəni tamamilə, yəni bütün İranı fəth eləyəcəkdir Nadir şah və Azərbaycan İranın bütün hakimi olacaqdır və ölkənin inzibati 3 bəylərbəyliyə böləcəkdir. Birinci bəylərbəyli bütöv Azərbaycan bəylərbəylidir, Şah Abbas kimi, lakin fərqli cəhətlə mərkəzi Təbriz olacaqdır. İkinci bəylərbəyliyin mərkəzi Şiraz olacaqdır. Üçüncü bəylərbəyliyin mərkəzi isə öz paytaxtı Məşəd olan olacaqdır. Xorasan idarəsini isə belə deyək də öz oğlu Əlqulu Rıza bəyə, Rızaqulu bəyə də doğrusu belə deyək də verəcəkdir, təhvil verəcəkdir. Nadir şah düşünürdü ki, əhali rifahını yaxşılaşdırmaq üçün geniş işğalçı müharibələr aparmalıdır və bu müharibələr əsasında böyük gəlir əldə etməlidir və bu gəlir isə xalqın rifahına xərclənməlidir. Bu dövrdə Nadir şah geniş hərbi yürüşlərə başlayacaq. Lakin Nadirə qarşı onun ağır vergi siyasəti olacaqdır. Çünki vergilər miqdarını qaldırır və vergidən gələn gəlirləri birbaşa dövlətin, ordunun xərclərinə sərf olunacaq. Bu isə əhali narazılığına səbəb olacaq. Nadirə qarşı ilk üsyanlar onun xan olduğu bir dövrdə 1734-cü ildə Car Balakən bir də olacaqdı Astarada baş verəcəkdir. Lakin bu üsyanla yatıracaqdı. Hətta Şamaxıda da 34-də Osmanlı himayəsindən çıxartmaq üçün Şamaxıya hücum edəcəkdi və səfərləri müqavimət göstərən Şamaxı ərazisində Ağsuya köçürəcəkdi. Nadir şaha qarşı ilk üsyan isə 1738-ci ildir. Nadir şahın Hindistan və Herat səfərləri olmuşdu. Hindistan-Herat səfərləri baş verəcəkdi. Bu Hindistan-Herat səfərləri Mərkəzi Asiya və Hindistan səfər edən dövlətlər sırasına Əfşarları
qatırsınız, yəni eyni verirsiniz və Hindistan Herat səfərləri zamanı üsyan Carbalakəndə baş verəcəkdi. Həmçinin yenə də Astrada üsyan baş verəcək. Bu vaxt İbrahim Mirzə idi, Nadir Şahın qardaşı idi, Azərbaycan bəyləbəyi idi. Üsyanı yatırsa da öldürüləcəkdi. Üsyansan döyüş zamanı və Nadir Şah 1741-ci ildə Azərbaycana geri qayıdanda üsyanı çətinliklə də olsa yatıracaq. Nadirə qarşı ən güclü üsyanlar Şirvanda baş vermişdi. Şirvanda San Mirzə üsyanları idi. San Mirzələr kimlərdir? Özlərini Səfəvilərin yalancı şəhzadələr kimi qələmə verirlər. Şah Sultan Hüseynin oğlu kimi qələmə verirdilər. San Mirzə üsyanları tarixdə 3 San Mirzə üsyanı olub. Birinci San Mirzə üsyanı 1743-ün əvvəlində baş vermişdi. Qazıqulmuşlu Surxay xanla baş vermişdi. Onlar Şamaxıya daxil olacaqlar. Nadir Şahdan təmin etdiyi ağır vergiləri ləğv edəcəklər. Bu isə onların nüfuzunu daha da gücləndirəcək. Lakin Nəsrullah Mirzənin qoşunları tərəfindən Şamaxı yaxınında məğlub olub öldürüləcək. İkinci San Mirzə üsyanı isə olacaqdı 1743-ün sonunda. 1743-ün sonunda ikinci San Mirzə üsyanı olacaqdı. Onlar birinci Şabran və ətrafındakı, yaxınlığındakı döyüşdə Nadir Şahın qüvvələrini darmadağın edəcəkdilər, Şamaxıya daxil olacaqlar, Şamaxıda ağır vergiləri azaldacaqlar, Surxay xan oğlu ilə birlikdə müttəfiq idilər. Lakin Nadir Şah Osmanlı müharibəni dayandırdıqdan sonra gəlir üsyanı yatırmağa və yenə Ağsu yaxınlığında üsyanda ikinci San Mirzə məğlub olacaqdı və qaçacaqdı Gürcüstana. Sonra isə Gürcü hakimi onu Nadirə təhvil verəcək. Üçüncü San Mirzə üsyanı isə digərlərindən fərqli olaraq Azərbaycanın cənubunda, birinci Ərdəbildə, sonra isə Təbrizə qədər yayılacaq. Üçüncü San Mirzənin yayılma səbəbi də ən çox səbəblərindən biri də Nadir Şahın ölümündən sonra daha geniş yayılacaqdır. San Mirzə bütün Azərbaycan feodalları və xanlarına məktub göndərəcək ki, bəs ona tabi olsunlar, heç bir xan onunla razılaşmayacaqdır və hətta Əmraslan xan, Nadir Şahın əmisi oğlu gəlib üsyanı yatıracaqdı və 3-cü San Mirzəni edam edəcək. Nadirə qarşı üsyanlardan biri isə Şəki üsyanı idi. Şəki üsyanı Hacı Çələbi xanın rəhbərliyi altında baş vermişdi. Hacı Çələbi xan kim olmuşdu? Hacı Çələbi xan belə deyək də Şəkidə bir növ valinin, Şəki valisinin özbaşınalıqlarını ifadə edən ilk şəxs olmuşdu və Şəki cəmaatı Nadirə valinin özbaşınalıqlarından etiraz eləyəcəkdi, məktub yazacaqdı və Hacı Çələbini də Şəkidə vəkil təyin eləyəcəkdi. Lakin sonraki prosesdə Hacı Çələbinin Şəki valisinin işlərinə qarışmasına görə Nadir Şaha şikayət məktubu gediləcəkdi və Nadir Şah Şəki vəkili Hacı Çələbini çağıracaqdı öz hüzuruna, edam eləyəcəkdi, lakin sonradan edam təxirə salınacaq. İkinci şikayətdə isə artıq Hacı Çələbi xan Nadirin hüzuruna getmir, gələsən görəsən qalasına sığınacaqdı, amma ərzaq tükəndiyi üçün məcbur Nadir Şahın hakimiyyətini qəbul edəcəkdi. Amma 1743-cü ildə qaldırdığı üsyan nəticəsində Şəkidə xanlığın əsasını qoyacaqdı. Nadir Şahın belə deyək, tabelini qəbul elədiyinə görə 1747-ci ildə Nadir Şahın ölümündən sonra müstəqilliyini elan eləyəcəkdi. Ümumiyyətlə Nadir Şaha qarşı baş verən üsyanların səbəbləri məmuri özbaşınalıqları, ağır vergilər və istismardır. Nadirin bu üsyanları yatırmaqda çətinlik çəkmə səbəbi eyni anda bir-iki yerdə baş vermişdi bu üsyanlar, ona görə qüvvələri çox parçalanmışdı. Amma üsyanların ümumiyyətlə məğlub olma səbəbi isə lokal xarakteri daşıyırdı və zəif silahlanma idi. Nadir Şah 1747-ci ildə sui-qəsd nəticəsində öldürüldükdən sonra onun yaratdığı imperiya parçalanacaqdı və Azərbaycanda da xanlıqlar dövrü başlayacaqdı və feodal pərakəndəlik dövrü əsası qoyulacaqdı.